لكل جعلنا منكم شرعة ومنهاجا. Artıq geniş yer alır, hamıya məlumdur. Allah Subhanahu deyirəm ki, bu fitnə tezdən aradan qalxsın. Allah Subhanahu bütün qardaşlarımızın qəlbini birləşdirsin. Və bununla da əlaqədar olaraq biz bir neçə gün əvvəl Qamət qardaşla söhbət etmişik və ona suallar vermişik və istəyir ki, eyni ilə də həmin sualları sizə verək və aydınlığa gəlsin və ola bilsin ki, cahil qardaşların artıq məsələyə görüşü dəyişsin. Və mən yenə təkrar olsa da belə bu sualı həminki kimi qoyacağam. Yəni, cahillikdə iki nəfər bir-birinə mübahisə edəndə onlar bir ağsaqqal tapardılar və gedərlər yanına. Ağsaqqal olan hər ikisini dinləyərdi və günahkar məlum olardı. Bir-birinə ağsaqqalın sözü ilə, yəni təkidi ilə onlar bir-birindən üzr istəyirlər və ağsaqqal olan hərəsinin qulağına bir şillə vurardı və deyərdi ki, artıq siz barışdınız. Yəni, mən bilmək istəyirəm, nəinki mən bütün bugün müsəlman qardaşlarımız bilmək istəyir ki, bugün məyər müsəlman aləmi alimsiz, ağsaqqalsız qalıb ki, bu məsələ bu qədər böyük vüsət aldı, böyüdü. Yəni, bizim ağsaqqalımız, bizim alimimiz yoxdur ki, gedib ona, həmin şilləni ondan alıb qaydığı gərək və bütün məsələlər həll olsun. Və artıq həqiqətən bu məsələdir ki, hamımıza çox bilmək istədiyim məsələlərdir. Xahiş edib, buna mani olan səbəblərdir, birinci bunu aydınlaşdıracağız və sonra da sizə qarşı olan ittihamlara biz suallar verəcəyik və yenə də xahiş edirəm ki, açıq, aydın, bütün insanların, sadə insanların başa düşəcək dərəcədə sizə onlara cavab verəcəksiniz. İnşallah, elhamdülillah, və salatu və salamu alə Rasulillah. Əmmə bə'd. O ki, qaldı, yəni ağsaqqal məsələsi sözsüz ki, yəni bizim həmişə qayıdış yerimiz, məsələlər qaranlıq qaldığı zaman, yəni alimlərdir. Alimlərə qayıdırıq və onlardan öyrənirik. Və bu məsələdə isə bəzən də heç əgər düzgün formada, əgər oturulub danışılarsa, heç qalxmağa da ehtiyac qalmır. Sadəcə, yəni biz problemi onda görürük ki, bu adam yəni istəmir. İstəmir, yəni kim ona nəsihət eləyibsə və nəsihət eləyən yəni sadəcə yəni düşmənə çevrilib. Elhamdülillah, biz həmişə də çalışmışıq ki, yəni sələfin, əhl-i sünnənin yoluna uyğun şəkildə, gözəl şəkildə nəsihətlər olsun və təklikdə olsun. Necə ki, nəsihətin qaydası odur ki, o nəsihət təklikdə olur. Cəmaat arasında olan nəsihət o ayıblamadır, nəsihət sayılmır. Necə ki, İbn Rəcəb Rahimullah o bu arada ayrıca bir kitab yazıb, Əl-Fərqu beynən nasihəti və tə'yir. Nəsihətlə ayıbı ortaya çıxartmaq arasında olan fərq. Nəsihət nədir? Nəsihət və bir də ayıbı ortaya çıxartmaqla. Nəsihət xeyir istəməkdir. Xeyir istəyirsə, o təklikdə olmalıdır. Təklikdə, gözəl üslubda, gözəl şəkildə olur və qarşı tərəfdə bilir ki, yəni bu mənim xeyrimi istədiyi üçün təklikdə və gözəl üslubda mənə nəsihət etdi. Amma bəzən insanlar görsən ki, heç bunu da qəbul etmir. Əksinə, məsələni qaldıraraq, şişirtərək nəsihət adında yəni gözdən salma, yəni bir oyunu deyək, gedir. Elhamdülillah, yəni biz həmişə çalışmışıq. Yəni sözsüz ki, xata labüd. Həmişə qayıdış yerin Quran, sünnə və sələflərin fəhmi. Və həmişə də bidət əhlinə də qarşı olmuşuq. Yəni, bu olunan şeylərdə artıq bunu reklam eləməli deyilik kiməsə ki, nə vaxt, necə. Yəni, bizim yolumuz budur. Yəni, bidətə düşməkdən də və bidətdə israr eləməkdən də Allaha sığınırıq. Və kim ki, la iləhə illallah, Muhammed Rasulullah şəhadətini gətirirsə və onu doğruldan insan heç vaxt yəni bidət etməz. Və bildiyi halda o bidətin üzərində israr etməz. Əgər bir insan bidət üzərində israr edirsə, deməli o insanın əşhədu ennə Muhammedən Rasulullah şəhadətində problem var. Yəni bizim hələ ömür boyu insanlara çarptırdığımız da yəni elə bu olub. Amma sadəcə burada, yəni biz həmişə hazır, hətta bu məsələlər çıxanda da və mən demədim ki, yəni biz sözümüz üzərində israr edirik. Elhamdülillah, alimlər var. Alimlər nə deyirsə, yəni biz sələflərlənik. Hətta Şeyx Alban Rahiməllah o cür insan, o cür dağ. Hətta bu YouTube'da da durur. Şeyxə sual verilir.
beyət barəsində və şeyx deyir ki, indi beyət mi var? Amma sonra Səudiyyədən bir şeyx deyir ki, filan kəs, filan kasetdə, yəni sələflərdən əsərlər gətirir bu barədə ki, yəni beyət barəsində və şeyx deyir ki, o kaseti mənə ver və mənim halım, yaxud da bizim halımız necə ki, Allah Teala buyurur: "Və mə utitum minəl ilmi illə qalilə." Sizə elmdən çox az bir şey verilib. Yəni demək istəyir ki, heç mən bu məsələni bilmirəm. Amma kaseti ver. Mən baxım. Əgər sələflər deyirsə, nəhnu ma'as sələf. Biz sələflənik. Və biz də həmişə bunu deyirik ki, yəni əgər əlhəmdülillah ola bilər xataya düşərik, səhvə düşərik. Yəni kimsə isməti düşməməyi iddia eləmir ki. Amma deyək sələflər deyirsə, biz sələflərlənik. Amma bir də var insan özündən nəsə çıxartması və sonra bunu sələfə mənsub eləməsi və başqalarının da buna məcbur eləməsi, ilzam eləməsi, bu belə bir sələf yolu ola bilməz. Yəni bu əksinə əslində yəni bidətdir. Yəni mən əlhəmdülillah hazır bütün yəni tanınmış sələf alimlərin yanında oturmağa da və onların verdiyi nəsihətlərini də yəni götürməyə də, qəbul etməyə də. Və heç vaxtda yəni bizim qəbul etmədiyimiz bir şey də olmayıb. Sadəcə, yəni fikir görsəz ki, danışdıqlardır, kimlərsə ortaya salınan bir insanların sözləri ilə boş-boş ittihamlar. Və o ittihamlardan sonra da özü olan məclisdə də bunlar deyilib. 8 nəfərin arasında da bir-bir bu suallar, sizin verəcəyin suallar, onlar bir-bir də verilib. Hamısı da cavablandırılıb. Adil müəllim, bu son vaxtlar ümumiyyətlə gəzən şübhələrdən biri də olur ki, güya siz hansısa tələbələr və yaxud da ki, dərs verənlər xurucu, təkfiri onlar elə bir ki, halal görürlər, siz onlardan çəkindirmirsiniz. Bu doğrudurmu? Əlbəttə bu doğru deyil. Biz həmişə xuruca qarşı olmuşuq. Xurucun fəsadlarını həmişə də dərslərdə də insanların bunu nə kimi fəsadlar verdiyindən də çəkindirmişik. Dəfələrlə Sumqayıtda olanda, kəndimizdə olanda da ki, hətta əsərlərlə, dəlillərlə ki, nə qədər yəni bunun fəsadı var. Yəni bu insanlara çatdırmış. Əlhəmdülillah yazılı da var, yazılı olmayanlar da şahidlərlə də ki, yəni bizim dərslərimiz yəni bundan ibarət olub. Nə qədər buna çağırılıb. Hətta o vaxtı İmam Əhmədin dövründə fitnələr artıq şiddətlənmişdi. Və gəlib onlar soruşulanda İqbəs qılınca əl atmayaqmı? Və İmam Əhməd rahmanullah deyir ki, bu fitnə olacaq da. Deyir ki, elə belə də sən fitnəsən, fitnənin içərisindəsən, səni döyürlər, belə edirlər. Deyir, bu deyir, şəxsi fitnədir, deyir. Amma deyir, qılınca əl atsaz, nə olacaq? Bu ümumi fitnə olacaqdır. Yəni, görsən, insan yəni özünün fərdi olaraq döyülməsinə, hətta öldürülməsinə razı qalır. Amma ümumi fitnədən həmişə nədir? Çəkinir. Və həmçinin Hasan-ı Basri rahimehullah deyir ki, əgər siz deyir, qılınca əl atsanız, Allah Teala sizi qılınclarınızla baş-başa buraxacaqdır. Və həmçinin o Həccacın dövründə olub və deyir ki, Əl-Həccacu əzəbullah. Deyir, Həccac deyir, Allahın əzabıdır. Fələ tədfəu əzəbəllahi bi-əydikum. Allahın əzabını əlinizlə dəf etməyin. Fikir ver. Allahın əzabıdır deyir. Zalimdir, Allahın əzabıdır. Yəni Allahın əzabını da insan əli ilə dəf etməsi mümkün deyil. Məsələn, yağış yağır və yaxud da qasırğadır, digər bəlalar, zəlzələsi insan əli ilə onu qaytara bilməz ki. Və ona görə deyir ki, "Fəaleykum bil istikanati və tadarru." Sizin üzərində düşən, yəni Allaha tərəf yönəlmək, yalvarmaq və itaatinizi artırmaqdır. Necə ki, dəlil olaraq da gətirir Möminin surəsində keçən ayəni "Və laqad əxadnahum bil azabi fəməstəkanu li rabbihim və ma yatadarrun." Yəni biz onları əzabla yaxaladıq. Onlar nə Rəbbinə itaati artırdılar, nə də yalvarıb yaxardılar. Deməli əzab gəldiyi zaman, yəni Allah Taala'nın insanlardan bizdən istədiyi odur ki, yalvarıb yaxarmaq və ibadəti, itaati artırmaqdır. Əlhəmdülillah dəvətimiz də bu yöndə gedib. Və o ki qaldı, yəni əgər ittiham gəlirsə Sələf Forum barəsində, əlhəmdülillah Sələf Forumun dediyi şeylərdən biz çəkindirdik, onlar qeyri-şəri bölməsini və o ki qaldı, deyirlər ki, o xuruc görür, amma adam öz dili ilə and içərək deyir ki, mən görmürəm, müsəlmandır deyirəm, itaat da olmalıdır deyirəm və xuruc da haramdır. Amma bunlar isə adama yapışdırırlar və o görür və sonra səndən də tələb edir, sən də çəkindirməlisən. Yəni mən onu deyə bilmərəm axı. Yəni sən adama yapışdırırsan. Mən gözümdən görəndən sonra gördüm ki, bu Səlim barəsində də Renatdır və yaxud da Abu Yahya var. Yəni yalandan insanlara yapışdırırlar. İttiham edirlər və sonra cəmaatı da ilzam edirlər, məcbur edirlər ki, sən də onu deməlisən.
Necə yəni mən səni razı salmaq üçün cəhənnəmdə yanım ki, Peyğəmbərimiz sallallahu aleyhi və səlləm buyurur ki, Mən qalə fi müminin mə leysə fihi əskənəhullahu radğətəl xəbəl. Əgər bir insan, bir mömin haqqında onun demədiyi şeyi ona deyərsə, onda olmayan bir şeyi ona deyərsə, ona yapışdırarsa, Allah Teala o deyən insanı cəhənnəm əhli yandığı zaman onlardan axan irinli axıntının içərisində məskun edər. Mən necə insanın demədiyi şeyi sən deyə bilərsən, özün bilərsən, yanmaq istəyirsən öz işindir. Amma mən fakt görürəm ki, yoxdur bu adamda. Adam and içir ki, yoxdur məndə, xuruc görmürəm. Müsəlman da görürəm. Hətta deyir, mən kafirə qarşı mən görmürəm bunu. Yəni bu deyir ki, bu şeylər, məsələn, ola bilər nəsə gətirsin, deyir, bu məsələlər bizə aid məsələlər deyil, ola bilsin kitablarda keçsin və bunlar baş verəsi olsa da, yəni bunların məsələsini, hökmünü alimlərə qayıdır. Böyük məsələlər biz həmişə demirikmi? Necə cihad məsələsi kimi digər məsələlər, ağır məsələlər həmişə böyük adamlara, dağlara qaytarılıb. Yəni biz kimik ki, yəni o barədə özümüzdən nəsə deyək. Əgər demiş olsa, məsələn, elə bir ki, deyir də, məsələn, deyir ki, onu halal görəndə, siz onun özündən çəkindirirsiniz, yoxsa bu işindən? Əgər o deyərsə və nəsihət olunandan sonra qayıtmazsa, özündən də çəkindirilir, əməlindən də çəkindirilir. Onlar deyir ki, dəlil var da, buna ki, deyir. Mən görməmişəm, amma mən fakt bilirəm ki, bunlarda yalan var. Fakt gördüyüm odur ki, yalandan ittiham edirlər. Və bu dadır ki, həddədilərin sifətidir. Necə ki, Şeyx Rabi Hafizahullah deyir ki, Əl-həddədiyyətu ləhum aslun xəbif. Deyir, həddədilərin çox çirkin, murdar bir əsası vardır. Yəni, onlar bir insanı bir günahla, bir əməllə ittiham edirlər və o insan ondan uzaq olduğunu elan etsə də belə, yenə o insanı o günahda, o əməldə ittiham etməkdə israr edirlər və sonra buyurur ki, bunlar bu işdədir, xavaricləri də ötüblər. Fəqul xavaric. Xavaricdən betərdilər artıq. Yəni, belə bir şey var, belə bir dəhşətli bir oyun olar. Dəhşətli bir mənzərə ortaya çıxır. Yəni, mənhəc adı ilə, yəni necə alimlərdən biri deyir ki, bunlar bir şey çıxardıblar və yalandan sələfə adla qoşublar. Və sadəcə Şeyx Rabi'nin sözlərindən istifadə edirlər. Yəni Şeyx Rabi də bunlardan bəridir. Ola bilməz. Şeyx Rabi'nin axırıncı dərslərini əgər qulaq asası olsa, həmişə mehribançılığa çağırır. Hətta deyir ki, həddədilər deyir, məni mumeyyindən ittiham edirlər və həddədilər məni o bidətçi adlandırmağa deyir, vadir edirlər deyir. Yəni bunlarda da həmçinin həddədilərin sifətidir ki, olmayan bir şey insana demək və sonra başqalarını da məcbur etmək və məcbur etmirsə bu silsiləvi şəkildə təkfir olduğu kimi silsiləvi şəkildə də insanları təbdiə, yəni bidətçi adlandırmağa yönəltmək. Və Şeyx Əlbani rahimehullah deyir ki, təkfirdir, təbdi'dir, təfsiqdir, eyni babdandır. Eyni babdandır. Yəni necə ki deyir ki, leysə kullu men vaqa'a fil kufri vaqa'al kufru alayhi. Hər küfrə düşən küfr onun üzərinə düşmür. Məsələn biz deyə bilərik küfrə düşdü, onun etdiyi əməl küfürdür. Amma bir də var insanı başdan ayağa möhürləmək ki, kafir. Və həmçinin insan bir bidətdir, bidətdir. Amma bir də var insana bidətçi hökm vermək, yəni ağırdır. Əlbəttə verilə bilər, onlar hamısı deyiləndən başa salınandan sonra, yəni biz demirik ki, verilmir. Yəni sələfi bidətçi ola bilməz. Ola bilir. Yəni bunlar sadəcə yalandan ittiham edirlər ki, yəni bunlar heç vaxt demirlər. Niyə demir? Bizə deyirik, amma sadəcə yəni sələfin, əhlüsünnənin yolu ilə yəni dayanırıq, baxırıq, insana nəsihət olunur. Və necə təkfirçilər nə qədər nəsihət olunandan sonra, dəfələrlə, ondan sonra elhamdülillah bəyan edildi. Bəlkə də özlərin xəbər yox idi ki, necə çəkindirildi məsələlərdə. Bəli. Qardaş, biz yaşadığımız yerdə müsəlman ölkəsi görürsünüz. Bəli, yaşadığımız ölkə müsəlman ölkəsi. Prezidentimizi. Bəli, prezidentimiz də müsəlman. Ona qarşı çıxmağı. Ona qarşı çıxmaq da haramdır. Sonra Qamət qardaş hissənləri bizə deyir ki, 2000 neçənci ildə daha vaxtını deməlidir. Yəni qardaş özü mənə deyir ki, mən o fikirdə olmayacağam. Yalan deyir. Yalan deyir. Mən ona dediyim məsələ nədir? Mən o vaxtı təkfirçilərlə söhbət olanda bu dayanmaq məsələ, hökm məsələsində, hakimin hökmü məsələsində dayanmağımı mən demişəm ona. Dayanmağım. Amma xuruc məsələsi yalan danışır. Necə ona bir açıq etdi? Ona, yəni o vaxtı
Yəni istər-istəməz biz cəmaatın içərisində olurduq və o vaxtı daha çox təkfir fitnəsinə düşənlər, o fikirlərə düşənlər və gəlib tez-tez soruşurdular ki, nə görürsən onu, nə görürsən? Və buna da hər dəfə belə deyəndə və başqa şeylər gətirirlər. Bəs o filan şey eləyir. Filan şey hansı ki, yəni əməl olaraq özü-özlüyündə nədir? Küfrü əməllərdir. Hə. Yəni mən də sadəcə Şeyx Abdurrazzaqın sözünü bir nümunə götürərək ki, yəni biz hakimlər barəsində sorumlu deyilik. Yəni Allahın bizə olan nemətidir ki, hakimlər barəsində biz sorumlu deyilik və ona görə çalışırım o təkfir fikrinə düşən insanları yəni özlərinə aid olan bir işə yönəltməyə. Yəni sizdən qəbirdə hakim barəsində sorulmayacaq. Sənə əsas suallar verilir. Rəbbin kimdir, peyğəmbərin kimdir və dinin nədir? Və hətta onlar o fikrə düşən insanlar müəyyən qədər danışdıqdan sonra izah etdikdən sonra onlar da başa düşürdülər. Onlar da məsələni anlayırdılar. Hətta mən də onu demişəm ki, yəni mən hələ o vaxtdan deyəm bu cür yəni yanaşmışam insanların bizə yəni niyyətimi açığa qardaş kimi deyirəm ki, mən bu məqsədlə eləmişəm. Amma görürsən yenə məqsəd yönlü çıxardaraq ki, budur. Yəni belə görüb o vaxtdan. Mən əlhəmdülillah və heç vaxt mən vallahi kafir sözünü ağzıma gətirməmişəm. Heç qəlbimdə də kafir olaraq da görməmişəm. Və sadəcə yəni dayanmışam ki, yəni bunların yəni başa düşməsi üçün. Və sonra da əlhəmdülillah, yəni bunlar məsələn üstə düşəndən sonra din nə olsun ki, yəni biz demirik ki, dıdığımız dıdıqdır. Əlhəmdülillah qayda soruşaq, əlhəmdülillah soruşum. Mən Şeyx İbrahim Rühəldən birini soruşmuşdum. Və şeyx də dedi ki, yəni insan belə də mən yəni necə etdiyimi soruşdum. Yəni bu məqsədlə edirdim. Və şeyx də dedi ki, burada bir problem yoxdur. Yəni insan vara baxımından heç maraqlanmaya bilər. Maraqlanmaya bilər. Və sonra gəlib bu məsələni çatdırmışdım. Bunlar yenə razılaşmamışdı. Sonra Rəşad qardaş Şeyx Süleyman Ruheylidən soruşdu. Dedi ki, yox belə deməlidir. Dedim ki, əlhəmdülillah Şeyx Süleyman Ruheyli də yəni bizim sələfi şeyximizdir. Deməlidir. Yəni biz deyirik, yəni biz sələflərlənik. Əlhəmdülillah. O ki, qalı bəzən danışır, kəlbətindən çıxartdı. Kəlbətindən çıxartdı, o sadəcə mən Rəşadla danışdığım məsələlər nə idi? Yəni yenə Rəşad dedi ki, sual verməyin qaydası var. Yəni necə verilib? Yəni bu barədə müəyyən söhbətlər oldu. Və sonra dedim, əgər konkret sual verilibsə və şeyx də deyir ki, deyilməlidir. Dedim, əlhəmdülillah deyilməlidir. O ki, qaldı ki, yəni kimsə deyirsə kafir deyib, yəni o insan yalandan ittiham edir. Şeyx deyir ki, Qamət qardaş deyir ki, siz deyir, əvvəl deyirsiniz ki, məndə bu fikirlər olur, mən bu fikirlərə tövbə eləmişəm. İndi deyir, siz deyirsiniz ki, bu fikirlər məndə vəbşi olmuyor. Belə bir şey də oldu qardaş dedi, bununla iddia edir. Mən budur, yəni mən bunu demişəm, bax bu cür olub. Deyir ki, əvvəl deyir, məndə olub, siz deyirsiniz yalan ki, danışır da. Etiraf eləmişsiniz. Sonra indi amma deyirsiniz ki, güya ki, vəbşi məndə belə fikir olmuyor. Yəni olan fikir budur. Yəni bu adam deyəm yalan danışır. Ya deyilən şeyi bax burada dediyin şey, mən o gün sahib qarşı ittiham atmadım yalandan. Çoxdur da belə şeylər çoxdur. Yəni yalanlar çıxarılası olsa, vallahi mən istəməzdim ya belə də olsun. Çünki yəni bu belə formada, yəni bu üslub deyil. Cəmaatın içərisində bu cür çıxarılması. Yəni bu din şou deyil, şou biznes deyil ki, yəni burada meyxana kimi nəsə sözlər deyilsin. Kimin sualı varsa əlhəmdülillah mən həmişə suallar aydındır. Yəni istərsəm yazılır. Yazılanda da yəni müxtəlif insanlar var. Məsələn bunlar deyirlər ki, hər şey biz problem, hər şey danışırıq. Yəni o özü yəni şəriəti başa düşməməkdir. Yəni əgər belə deyirsə, hər şey necə gəl danışılan şey deyil. Əgər elə deyirsə düzgün demir. Mən dəlillərim var. Qaydası olsa, məsələn, Buxarıdan hədislər var, alimlərin sözləri var, sahabələrin sözləri var ki, yəni hər adamın yanında hər şey deyilməz. Sən WhatsApp-a danışırsan. WhatsApp-a sən danışdığın şeyin sən mahiyyətinə baxmalıyım. Mən bunu deyirəm. Yəni insanlar necə olacaq? Dindən uzaqlaşacaq, yoxsa dinə sevgisi artacaq sən bu danışdıqdan sonra? Yəni sələflər, məsələn, bax birinci Ali radiyallahu anhu deyir ki, Həddithun nəsə bimə ya'rifun. Ətuhibbun ən yukəzzəbəllah və rasul. Siz insanlara onların səviyyəsinə görə, qavramasına görə danışdırın. Yoxsa Allah və Rasulun təkzib olunmasını mı istəyirsiniz? Sənin dediyin haqq ola bilər. Amma insan, sənin danışdığına görə insan küfrə düşə bilər. Təkzib edər. Gül kimi oturmuş insanı sən küfrə salmış olarsan. Və indi də WhatsApp-da tezə gələn də var, köhnəsi də var, ortada olan da var. Yəni ona görə ümumi məsələlər başqa, amma incə məsələlər necə gəl danışılması, bu özü fəsaddır. Hətta İmam Malik rahimehullah deyir ki,
ad və sifətlər, hansı ki, ən mühüm tövhidin qismlərindən biridir. O ümumi insanlar, avam insanların yanında danışılmaz deyir. Yaxşı, İmam Malik yəni çaşıb, bilmir. Hətta İbn Məsud radiyallahu anh deyir ki, "Mə əntə bi muhaddisin qavmən haditən la təbluğuhu uquluhum illə kənət li ba'dihim fitnə." Sən deyir, insanlara bir şey danışdığın zaman onların qavramadığı, onların səviyyəsinə uyğun olmayan bir şeyi və onların bəzi üçün fitnə ola bilər. Demək, budur da, yəni insan necə gəl danışmalı deyil və bəzən belə şeylər necə gəl danışılması vallahi böyük fəsadlara səbəb olur. Bəlkə insan görə bilmir, o qədər zülmlərinə görə artıq yəni itirir hər şeyi. Allah qorusun. Və həmçinin Buxarıda yenə hədislərdən birində də İbn Abbas radiyallahu anhuma deyir ki, mən Abdurrahman ibn Avf'un çadırında mühacirlərə Quran öyrədirdim. Və Abdurrahman ibn Avf radiyallahu anhu gəldi və dedi ki, kaş ki sən filan kəsin möminlərin əmiri Ömər ibn Xattaba dediyi sözü eşidərdin. Deyir ki, nə dedi? O dedi ki, Abu Bəkir radiyallahu anh xilafəti qəfildən quruldu. Mən Ömərdən sonra belə-belə edəcəyəm. Və Ömər radiyallahu anh bunu eşidəndə hissləndi və dedi ki, mən bugün axşam çağı qalxaraq insanları bu tutduğu işindən çəkindirəcəyəm. Həc mövsümüdür. Həc mövsümündə. Və Abdurrahman ibn Avf isə ona deyir ki, ey möminlərin əmiri, bu həc mövsümüdür. Bu elə bir mövsümdür ki, hər sinif insanı özündə cəm edir. Burada yəni cahili də var, ağılsız da var, yelbeyni də var. Necə ki, ərəbcə ifadələr keçir. Həməcun ru'a. Həməc ru'a. Yəni cahil, yelbeyn insanlar da var. Və sən də qalxıb danışmaq istədiyin zaman sənin ətrafına toplaşanların çoxu da onlardan olacaqdır. O insanlardan olur. Onlar deyir, sənin sözünü yerinə qoymayacaqlar deyir. Onlar sənin sözünü uçurdacaqlar. Onlar belə də gəlir, uçurdacaqlar deyir. Və onda Ömər adamı, möminlərin əmiri, xəlifə nə deyir? Xəlifə deyir ki, və ona tövsiyə edir ki, sən yaxşı olar ki, Mədinəyə qayıtdıqdan sonra elm şəhərinə, alimlərin yanına və sən öz sözünü alimlərin yanında möhkəm şəkildə deyərsən və onlar da sənin sözünü lazımi yerinə qoyacaqlar. Və onda Ömər radiyallahu anh deyir ki, mən onda Mədinəyə qayıdan kimi birinci gördüyüm iş bu olacaqdır. İndi sual ortaya çıxır ki, Ömər radiyallahu anh onun o dediyi, həcdə deyəcəyi şey haqq deyildi ki? Haqq deyildi ki? Haqq idi, niyə demədi? Deməli, insanlar müxtəlifdir. Hər insan, yəni hər şey deyilmir. Yəni baxılmalıdır. Yəni insanların səviyyəsinə görə, hətta dəvət mövzusunda ma'rifatu ahvalul mad'uvin bu ayrıca qism var. Yəni dəvət olunanların halını bilmək, onların halına uyğun insana dəvət vermək və dəvətdə də məqsəd nədir? Dəvətdə də məqsəd insana fayda verməkdir. Dəvətdə ixlas, hətta yəni şərtlərindən biri ixlasdır. İxlas nədir? İxlas sənin danışdığın insana fayda verməyin. Yəni o danışdıqdan sonra o insan Allahı sevməli, ibadətə həvəsə atmalı və günahlardan çəkinməlidir. Yox, əgər başqa məqsədlər olarsa, o ixlas sayılmır. Demək, fayda olmalı. Yəni əgər fayda vermək niyyəti yoxdursa orada, deməli o ixlas sayılmır. İndi gəlin baxa bu söhbətlərin özündə də, yəni kim faydalanır? İnsanların başı düşüb, yəni insanların kiminsə adlarını öyrənir, hətta adları da öyrənə bilmirlər və bunlar da insanları Allahın yolundan yəni yayındır. Bu dəhşətli. Vallahi bəlkə də insan görə bilmir, özünə elə gəlir ki, yəni bu haqdır. Yəni belə bir şey yoxdur. Yəni, illərlə belə bir şeyi, yəni bir dənə universitet qurtarmaq lazım deyil. Yəni baxın sələflərdən, keçmiş sahabələrdən günümüzə qədər və ən yaxın sələflər hansı il boyu bundan danışır. İl boyu bir şeyin üstündə dayanır. Bu biz təkfirçilər deyirdik ki, yəni onlar namazın tərki məsələsi, təkfir məsələsində niyə görə onlar yəni ifrata vardılar? Alimlər qayda gətirir ki, bir insan bir məsələnin üzərində durarsa, onu aşa bilməzsə, mütləq ifrata varacaqdır. Və həmçinin bizdə deyəcək məsələlər də var, amma kim insan hər hansı bir onu aşa bilmirsə, deməli istər-istəməz o insan o məsələdə ifrata varmalıdır. Ona görə Şeyx Muqbil Rahimullah deyir ki, mən ixvanları kimə oxşadıram? Bir rafizlərə oxşadıram. Rafizlərdə deyir, din nədən ibarətdir? Əhl-i beytdən. Hara getsə əhl-i beytdir. Həc əhl-i beyt, toylar əhl-i beyt, yaslar əhl-i beyt, Arafa əhl-i beyt və bunlarda da həmçinin müəyyən məsələlərdir. Bunlar birinə bunlar da oxşamış olur ki, ancaq filan məsələ. Yəni bu Allah
dinin nədən ötürüdür? وَمَا خَلَقْتُ الْجِنَّ وَالْاِنْسَ إِلَّا لِيَعْبُدُونَ Mənə ibadət etmələri üçün insanlar yarattım. Yəni Peyğəmbərlər də nəyə görə göndərilib? وَلَقَدْ بَعَثْنَا فِي كُلِّ أُمَّةٍ رَسُولًا أَنِ اعْبُدُوا اللّٰهَ وَاجْتَنِبُوا الطَّاغُوتَ Biz hər bir ümmətə rasul göndərdik. Yalnız Allaha ibadət etsinlər, tağutdan, Allahdan keçinə ibadət çəkindirsinlər. Bu peyğəmbərlərin vəzifəsi idi və dəvətçilər də peyğəmbərlərin yolunu aparmalıdırsa, demək bizim hara gəlsə danışığımız nədən ibarət olmalıdır? İnsanları ibadətə çağırmaq və onun əksi olan şirkdən və digər məsələlərdən çəkindirməkdir. İndi gəlin baxaq, burada hansı var, hansına çağırılır? Sadəcə insan özünə çağırıb gedir. Filan kəsə qulaq as, filan kəsə qulaq asmayın. Özünə çağırıb gedir. Belə bir şey, belə bir sələfilik ola bilməz. Sadəcə, yəni sələflərin adından istifadə edib oyun çıxartmaqdır. Adil müəllim, bəs bu bir neçə il bundan qabaq deməli Musayev tələbəni hamınız yığışdınız, ondan çəkindirdiniz. İndi deyirlər ki, bu söz gəzir ki, güya ki siz ondan çəkindirmisiniz artıq. Belə bir şey var. Çəkindirmə yenə həmən qüvvədə qalıb. Yəni sadəcə biz dedik ki, tövbə eləsə, yenə qardaşımızdır. Bunu demişik. Amma bunlara isə cərhçilərə görə, cərrahlara görə qayıtma yoxdur. Əgər cərh olundusa, o insan ölməlidir. Özləri bunlar Elxan məsələn var idi, Misirdə Elxan var idi. O Həddad deyirdilər ona. O indi gəlib, indi dəstə burada xutbəzat verir, ona deyirlər ki, qayıdıb tövbə edib. Budur da, yəni sən hizbilik nədir? Hizbilik budur. Ondan qəbul edirlər, başqasından qəbul edirlər. Niyə qəbul edirlər? Yəni çünki özlərin dediyini dedir. Özləri təriflədir. Bir adam təriflədi və onlara uyğun danışdı, oldu sələfi. Hansı ki bu adam özləri şahiddir ki, Şeyx Raslanı nə qədər təhqir edib. Onların heç birinə qayıtmıyor. Qamətin özünə murci edib, şahidlər var. Və başqa nə qədər şeylər var, özdə açıqan çəkindirdilər və heç nə olmadı və oldu nə? Qardaş. Niyə? Çünki özlərinin dediyində, bax hizbili, bax ona görə biz başa düşməliyik, məfhumu başa düşməliyik ki, sonra yəni məsələ aydın olsun. Bax əslində hizbi o deməkdir ki, hizblər ikiyə bölünür. Hizbullah və bir hizbu şeytan. Allahın dəstəsi, bir də şeytanın dəstəsi. Yəni insan nə qədər Allahın əmrlərini yerinə yetirir və qadağalarından çəkinir və sünnə üzərində yaşamağa çalışır, bir o qədər Allahın dəstəsindən olur. Və nə qədər sünnədən kənara çıxır və bir o qədər də şeytanın dəstəsindən. Və alimlərin əsas burada hizbilik deyərək, yəni məzəmmət etdiyi, nəzərdə tutduqları nədir? Yəni bir cəmaata görə, bir şəxsə görə sevmə və nifrət eləməkdir. Hizbilik nədir? Bir cəmaata görə və yaxud da bir şəxsə görə sevmək, nifrət eləmək, dost və düşmənçilik etməkdir. Amma biz deyirik ki, əhl-i sünnəyə görə, sələfilərə görə dost və düşmən məsələsi, sevgi və nifrət məsələsi Allaha və Rasuluna görə olur. Əgər bir insan Allahı iman gətirir, Allahı sevir və Peyğəmbər s.ə.və tabiçiliyinə qədər artırırsa, bir o qədər bir onu sevirik. Afrikada olsun. Fərqi yoxdur. Və kim ki onu azaltdıqca onun sevgi də azalır. Amma hizbilərdə isə nədir? Yəni, özlərin qruqdandırsa, hətta fasiqin biri olsa da, özlərin dediyin deyirsə, olur yaxşı oğlan. Yox, əgər özlərin dediyin demirsə, Allahın dostu da olsa o insan, xeyri yoxdur. Allahın dostu da olsa. Yəni, budur hizbilik. Hansı ki, bu açıq aydın bir insan ki, 7 il həddədinin yanında otursun və ona nə qədər deyiləndən sonra da o qayıtmayıb. Sonra axırdan hansı bir məcburiyyətdən qayıdıbsa, yəni bu necə oldu, sələf oldu. Bir qardaş da deyir ki, sən mənə öyrət görək, necə sələf oldun? Bir dənə qamət tərifləməklə. Mən də tərifim, mən də olurum da sələfi. Elə bir şey var. Yəni bunlar əlhəmdülillah cəmaət yəni məsələni açıq aydın bilir. Yəni belə bir şeylərə aldanmaq lazım deyil. Və açıq aydında görürsən ki, bu Quran və sünnədən uzaq düşməkdir. Ona görə fikir verməyin, elə şeylərdən uzaq olmaq lazımdır. Şeyx, mən bir sual vermək istəyirəm. Təkrarda yalnız zapis etdiyində bir zəhmət olmasa, açıq yana bir də bunu deyərsiniz. Bəli. Şeyxin sizə olan əsas ittihamı odur ki, adilin, hakimiyyə problemi olan insana normal baxması və ondan çəkindirməməsi. Bu yaxud bu yenə deyirəm. Bu ona yəni onlar nəzərdə tutdu sələf forumunda. Sələf forum saytdır. Yox, heç bir əksinə heç vaxt ola bilməz. Biz elə bir insana həmişə pis baxmışıq. Amma sadəcə bunlar yəni bir dəlil olaraq gətirmək istəyirlər ki, Əməşi. Əməşi mən heç tanımıram da. Görmürəm, amma Renatı yaxşı tanıyıram, Abu Yahyanı yaxşı tanıyıram, bir yerdə olmuşuq. Amma Əməşi heç görməmişəm də. Amma sadəcə
yəni bunların mən yalanlarını gördüyüm üçün. Mən özüm dediyim şeyin əksinə dedi. Görün bu başqa şeylərdir. Siz özünüz də yoxlayın. Özünüz də bax səlim məsələsi olsun, bütün məsələləri yoxlayın. Dediyi şeylərin hamısında və ya 90%-də yalan görəcəksiniz. Və burada da yəni deyir ki, xuruc fikri görəni dəstəkləyir. Mən deyirəm ki, adam görmür. Bax yenə də zapis görünərib ki, adam ki, mən görmürəm. Xuruc olmaz. Müsəlmandır da deyirəm, itaətdə olmalıdır. Hətta mən sonra deyir, hətta kafir hakimə qarşı belə mən icazəli görmürəm. Yox, görəni. Yəni heç vaxt. Yəni konkret. Bəli, biz kim ki görür ona qarşıyıq. Mən sualım var, icazə haqqınızda. Bir də qardaş, sizin haqqınızda deyirlər ki, Abdullah Buxari alim, sizin haqqınızda sizə hizbiçidir, nə o fikirdədir, bidətçidir, nə hizbiçidir, yəni bidətçidir. Yəni əsas bunu bu gün nə dəyər tuturlar ki, alimlər Ağadil qardaş haqqında danışır. Xahiş edirəm buna da bir dənə açıqlama gətir. Hə, dəlil onu. Əsas oradan gəlir. Birincisi, yəni onlar o deyəm ixvanlarda kim özlər qaldırırlar. İxvanlarda bir yol var ki, baxsan dağlar, dağlar yəni böyük alimlər nəzərdə tuturam, ərəbcə Cibəl deyilir də. Şeyx Albani kimi, İbn Hüseymin kimi, Şeyx İbn Baz və digər böyük alimlər, yəni onları özləri uyğun gəlmədiyi üçün yerə silirlər, yerə çırpırlar. Amma baxıram cavan birisini özlərə uyğun gəldiyi üçün qaldırıb dağın başına qoyurlar. Və burada da yəni sadəcə Abdullah Buxari özlərə uyğun gəldiyi üçün, yəni adilə qarşı nəsə danışdığı üçün onu qaldırıblar. Məsələ necə olub? Yeri gələn məsələ belədir ki, o vaxt köhnə söhbətlərdir. O vaxt Fəlih var idi. İndi danışıqlar olsun, biraz geniş olsun. Fəlih var. Fəlih Şeyx Rabi'dən sonra ikinci adam idi. Cərh məsələlərində. Amma o insan çox sağa sola cərh edənlərdən birisi idi. Hətta bir kasetdə 24 nəfəri cərh eləmişdi. Bunu uşaqlar hamısı şahiddir. Və Abdullah Buxari də o ilə bir yerdə idi. Hətta Muxtar ona demiş ki, ya bu belə danışır da, niyə demirsən? Abdullah Buxari özü demişdi ki, mən desəm məni cərh eləyəcək. Qorxurdu. Yaxşı, bu hansı mənhəcdən danışılır? Yəni, Allah üçün demək hara getdi? Və mən o vaxt qardaşlara deyirdim ki, yəni belə sələfi olmaz da, kim istəyir olsun, yəni bu necə gəl danışılmaq, sonra tanımadan insana məsəl üçün hökm vermək və xüsusən də sonra bizim barəmizdə danışılanda biz getdik və qardaşlar deyirəm ki, bax bu insan fikirləşməlidir ki, məsələn biz cümhuriyyət gedirdi, orada deyir cümhuriyyət, yəni Sovet cümhuriyyətlərinin, respublikalarından gələn tələbələrdir də, yəni 70 il Sovet əsarətində olan ölkələr olub, respublikalar olub, yəni bunlar yəni dini bilmirlər də o qədər. Yəni bunlara bu cür davranmaq özü heç sələfin yolundan deyil, necə gəldi danışmaz. Yəni həm də biz getdik evinə, 5-6 nəfər Ömər, Muxtar, Rafail, Əhməd və qarşıladı və bu danışdıq o ilə ki, yəni bizi tanıyırsan, deyir ki, yox, bu Fəlihlə danışır. Deyir ki, yox, tanımıram. Biz tanımırsan necə danışmışsan və onunla çox danışdı və gördü ki, sözünü belə geri götürdü, bilmədim, eləmədim, belə şeylər oldu. Yəni mən baxıram deyir ki, bu da yəni sələfə uyğun deyil. Sadəcə Şeyx Rabiyyət yaxşı çatdırılmamışdı. Və sonra mən gəldim və Ömər bir dənə müzəkkirə, bu boyda kağızlarla gəldi ki, Şeyx Rabi onu cərh edib. Və Şeyx Abbad da deyib ki, onun mən gündəliyinə baxdım. Bu adam 3 ilə qurtarıb Fəlih barəsində. Yəni bu adam o vaxt elə həddədi idi. İndi o konkret həddədi gedir. Və Abdullah Buxari da o ilə bir yerdə idi. Yaxşı, bu Abdullah Buxari nə vaxt tövbə elədi? Eyni səhvdə idilər. Və sonra və bu əsas da səbəb kim nə idi? Bizim qardaşlar, xüsusən də məsələn Samin qardaş var idi, təzə gəlmişdi. Və bizim sinifdə oxuyan birisi var, onu apardı elə o Fəlihin, sonra bu Abdullah Buxarinin belə dərslərinə, onlar da ancaq insanlarla danışırdı. Və Samin də gəlib məndən sonra filan kəs necədir? Mən də baxaram ki, bu adam hələ təzə gəlib, əlbəttə yaxşı öyrənməyib. Şamaxıdan gəlib, Pirmaxıdan, Pirlərin mərkəzindən. Yəni bu adam tövhidi öyrənmə əvəzinə, yəni elə adamların adını hələ indi burada heç bəlkə də soruşsam tanımayacaqsın kimlərdir onlar. Yəni deyirdim ki, buna qoy bu dərsini oxusun da, ora bura getməz. Bir dəfə dedim, sonra görüm ikinci dəfə də yəni aparıb
2 dəfə aparanda biraz hədələdim ki, yəni bir də işin olmaz. Ki, yəni biz birlikdə bunu hara yönəltmək lazımdır. Yəni bu adam tövhidi öyrənsin, gedib cəmaatını zülmətdən çıxartsın. Və ondan sonra o oğlan, o omandan idi. Gidib çatdırıb ki, adil sələfilərin dərslərinə getməyə qoymur. Hə. O da ki, heç tanımadan eləmədən adil belədir. Və sonra da bu Əbulhəsən Mə'ribinin məsələsi çıxmışdı. Əbulhəsən Mə'ribi o vaxta qədər, hətta Şeyx Rabi Həfizallah onun haqqında deyirdi ki, Nəbiğatul Yəmən, yəni Yəmənin talantıdır. Yəni hədis elmində də çox güclü idi. Amma o tezə çıxanda bizim qardaşlardan da var idi ki, bəziləri tez mövqe götürür. Məsələn, Abdul Buxari dərhal onun haqqında danışmışdı. Və bəziləri Azərbaycanlılardan sonra özbəklərdən bəziləri tez mövqe götürmüş. Mən onlara deyirdim ki, dayanaq da. Məsələn, burada bəzən qamət deyir ki, Əbulhəsən Mə'ribi zad məsələsi də. Əl-Həsən yox, Əbulhəsən. Bu əsli Misirlidir. Mə'ribdə yaşayıb, yəni Yəməndə yaşayıb. Və mən də deyirdim ki, dayanın da, bu dağlar var. Şeyx Abbad, Şeyx Fovzan, Şeyx Əl-Nasir Fəqihi, Şeyx Süleyman Ruheyli, İbrahim Ruheyli, onların heç birisi yəni artıq söz demirdi. Yəni hətta gəlirdi, oturmuşlar yenə danışmışlar, Allah'ın söhbət getmişdi, yenə konkret cərh eləmirdilər. Mən sadəcə qardaşlara dediyim o idi ki, nə qədər böyük alimlər hələ dayanıb, yəni bizdə, yəni xüsusən də bir sələfidirsə, aralarında ola bilər nəsə danışı olsun, yəni bizim tələbə olaraq girişməyimiz düzgün deyil. Və ondan da yəni nəsə çatdırıb, olubsa ondan deyib. Mən getmişəm onun yanına. Sonra mənə Yəmənli uşaqlar dedi ki, belə danışır. Və getdim yanına, hətta ilk mənim yanıma İslam gəlmişdi. Gələrəm də İslam, sən məni tanımadan nə danışırsan? Və danışanda görsən ki, sözündən ki, qaçdı. Və sonra hətta yaxında eşitmişəm Liviyadan ya da Tunisdən qardaşlar gəlib tüpürüblər üzünə ki, onun sözünün üzərində qırğınlar çıxıb. Yəni bu adam arxadan danışır, amma üzə çıxa bilmir. Yəni biz tanıyırıq da kimdir o. Amma qaldırmaqdan deyil ki. Hətta o Şeyx Muqbilə xavaric demişdi. Şeyx Muqbilin tələbələr Mani, Muhammedin Mani onu açıq aydın təfsilatlı cərh məsələsizsə, təfsilatlı cərh eləyib və o linki də var, mən qoya da bilərəm onu. Linki də var, açıq aydın deyir ki, o adam həddədidir, əffəkun əthim, böhtancı və günahkar deyir. Bu adam, yəni sən hələ deyir, ona belə deməsi deyir, sayılmır, o belə tövbə eləməlidir. Tövbənin formasına deyir ki, belə eləməlidir. Hansı Şeyx Muqbil əhlüsündən böyük alimlərindəndir, alimlər ona işlətməyib. Yəni bu alimə dil uzadır konkret. Yəni mən bilirəm də bu da. Yəni bu da həmişə mənim barəm deyirsə ki, hizbilikdirsə, qoysun ortaya nədir, biz də bilək. Amma ittihama gəlsə, mən də onu çox şeylə ittiham edə bilərəm. Yəni o da elədirsə, o sufilərdən fərqi nə oldu? Dəlil deyirsən ki, mən deyirəm də. Cəmaat əlhəmdülillah sufilikdən çıxıb da, sən yenə cəmaatı sufilə yönəldirsən. Mən deyir ki, biz deyirik ki, cəmaat dəlilə, Qurana, sünnəyə, o boyda danışıqlar var, bir dənə ayə, bir dənə hədis yoxdur. Mən deyirəm, inanmırsınız. Elə şey var. Ola bilərsən, bəlkə də ən yaxşılarından səhv deyirsən, unudubsan. Amma açıq yalanlar da en qədər. Axı deyir, cəmaat içində bir cümlə danışırlar, əmanət məclisinə tam başlar. Əmanət məclisində Nə deməkdir bu? Hansı da əmanət? Əmanət məclisinə cəmaat oldu, gətirsinlər də. Muxtar qardaşın deyir ki, əmanət məclisində belə danışır, cəmaat içində elə danışır. Əgər o cür yanaşası olsa, özünün əmanət məclislərində daha betər şeylər var. Daha çox şeylər var. İndi biz onları o söyüş formasında hərəkətlər demək istəmirik. Ola yığılışmağımızda məqsəd hər şeyi açıqlama gəlməkdir. Məndə 2 dənə sual qalıb. Bir bu azıl məsələsi. Bu sənin forumda bu ümumiyyətlə azıllar yoxdur. Yox, ümumiyyətlə siz azılını tədbirləşirsiniz. Bir də ki, bu son zamanlar ümumiyyətlə gəzir ki, minbərdən hakimiyyət olar. Bir dənə xahiş edirəm, bu 2 dənə məsələyə də aydınlıq gətirin. Mənim sualım qalır. Yəni azıl məsələsində, yəni alimlərdən gətirənlər olub. Azıl nədir? Yəni azıl, yəni hakimin uzaqlaşdırılması. Azıl hakimin uzaqlaşdırılması nəzərdə tutulur. Necə ki, məsələn, ola bilər, məsələn, hakim ağlı itirsin və o da qayıdır ki, əhlül həll vəl aqd məsələsidir. Yəni, həll nədir? Açmaqdır. Aqd bağlamaq. Açmaq və bağlamaq əlində olan insanlara qayıdır. Yəni, o bizim işimiz deyil, sıravilərin deyil. O qayıdır, yəni hakimin də dəyişdirilməsi məsələsi olsa, yəni yuxarıların öz işləridir. Yəni belə bir şeylər var. Amma belə bir şeylərin özünə danışılması özü fəsaddır.
Məsələn, mən o vaxtda danışılanda görüş olaraq Əhl-Sünnədən belə bir şey gətirilib. Məsələn, orada güc olarsa və heç bir fəsad olmazsa, yəni bu şərtlər var da, o bir şeyləri qırağa qoyub, güc olarsa çıxmaq olar. Heç mən çıxmaq sözünü heç vaxt deməmişim. Yəni bu Əhl-Sünnənin yəni görüşlərindən biri olar. Alimlər kimsə İbn Həcər rahimehullah Fəthül Baridə Əhl-Sünnəyə mənsub edərək gətirir deyə belə bir şey gətirilib. Amma və onların hamısını qırağa qoyaraq ki, adil görür. Nə vaxt görür? Nə vaxt adil ona çağırıb? Və ümumiyyətlə məsələn biz məsələləri danışa bilərik və yəni elə bir məsələ yoxdur ki, orada müəyyən görüşlər, ixtilaflar olmasın. Hər bir məsələ görsək bunu deyəndə var, tam əksini deyəndə var. Hətta Təbəri rahimehullah təfsirin özündə gətirir ki, məsələn bir şeyin təfsiri gündüzdür, sonra biraz sonra gətirir ki, bunun mənası gecədir. Tam əks mənalar gətirir. Yəni belə şeylər. Ona görə yəni bu qaydadır ki, müzakirə mövzusu mövqe ola bilməz. Yəni müzakirə olunur, danışılır, belə bir şey ola, yəni Əhl-Sünnədə də deyənlər var, belə var, belə var. Amma çox alsam məni etiqad edim. Necə həmişə çəkindirdiyimiz şey deyir ki, belədir. Və ona görə bu məsələ özüdür. Şeyx Racih də gətirir ki, şərtlərlə nəsə var, ola bilir, amma bu qoyulan şərtlər də şurut təciziyyət deyir. Yəni həyata keçməsi demək olar ki, mümkün olmayan bir şərtlər. Bəzən gətirir kitablarda. Hətta fiqh kitablarında ola bilir. Gətir filan şey belə olasın. Amma baxırsan ki, onun həyata keçməsi bəlkə də olacaq, olmayacaqdır. Amma sən onu əgər nəsə danışılıbsa, o demək ki, kimsə onu etiqad edir. Vallahi heç vaxt, yəni hamı burada yaşayır, ailəsi, uşaqları, ana-atası. Yəni kim istəyir ki, bu ölkədə əmin-amanlıq pozulsun? Əlbəttə o insan əgər burada əmin-amanlığın yəni pozulmasını istəyirsə, donuzdan betərdir. Donuz deyir, öz yaşadığı yer yəni batırmır. Yəni ona görə hətta dəlil olaraq da gətirir ki, İbrahim əleyhissalam birinci Allah Teala'dan əmin-amanlıq istədi. Sonra ruzini istədi. Yəni orada alimlər fayda olaraq çıxarır ki, yəni bir yerdə əmin-amanlıq olmasa, heç orada ruzi də qazanmaq mümkün olmaz. Amma mən hətta dua da eləyəm, kim bu ölkədə yəni əmin-amanlığı pozmaq istəyirsə, bu ölkədə pislik istəyirsə, Allah onun belini qırsın. Və başqa bir sual nə idi? Minbərdən dua. Minbərdən dua. Ümumiyyətlə, yəni bu belədir ki, biz yəni duanın formaları var. Yəni dua islah olaraq, hidayət olaraq, bu fakt olaraq gəlib. Və biz başqa dualardan gəlirdi ki, yəni tərif formasında olan dualar və xüsusən də minbərdə, yəni bunu deyirdik ki, məsələn Şeyx Alban rahimehullah konkret bidət deyir. Və Şeyx Salih Əl-Şeyx də deyir ki, yəni o dövrdə olmayıb. Raşidi xəlifələrin dövründə olmayıb və sonra tabiinlərin dövründə də olmayıb, sonradan olub. Sonradan bir sünnə kimi çıxıb ortaya. Amma yenə bizim üzərimizdə düşən nədir? Əsas qızıl dövrə qayıtmaqdır. Qızıl dövrdə bu şeylər olmayıb. Amma o ki qaldı, dua var, dua olunmalıdır. Yəni hər kəs özündə, səcdəsində, amma belə formada necə dua olmalıdır qardaşım? Yəni Allah Teala islah etsin, Allah Teala hidayət eləsin. Çünki hakimin islah olması ilə də rəiyyət islah olur. Elə demiyor, deyir ki, Adil müəllim deyir ki, o yaltaqlıq sayılır. Yəni o onun necə, yəni tərif formasında olan dualardan söhbət gedir. Tərif formasında olan dualardan, amma o bir dal necə ki, bəzən bunlar ittiham eləmək üçün nə gəldi deyirlər. Məsələn biz deyirik cəmaata, məsələn zikirlər bu formada yoxdur. Cəmaata nə deyir? Məsələn kənddə olanlar bilir də. Vahabilər deyirlər ki, zikir yoxdur. Onlar peyğəmbəri sevmirlər. Dua yoxdur. Necə yəni dua yoxdur? Necə zikir? Dua da var, zikir də var, amma bu formada yoxdur. Cəmaat halında xorla zikir yoxdur. Yəni ümumi namazdan sonra birbaşa əllər qaldırır, bu yoxdur. Bu eyni elə ki, o sufilərin, cəmaatın dediyi şey bunlar deyirlər. Və həmçinin sonra insanın sözündən söz çıxartmaq. Onda belə deyirsə filan çıxır. Elə çıxartmaq qalsa biz səndən nə qədər şeylər çıxardarıq. Bu özü xavaricilərin üslubundandır ki, sözdən söz çıxartmaq. Ona görə İbn Teymiyyə rəhməhullah deyir ki, lazimul qavl ləsə bi qavl. Yəni insanın sözündən çıxan şey onun sözü sayılmır. O söz başqadır, o sözdən çox şeylər çıxarıla bilər. Onda belə çıxır. O söz şişirilib da, o söz şişirilib, güya hakimiyə qarşı yaltaqlıq sayılırsa, deməli o hakimə qarşıdır.
Tərif sözü yoxdur. Tərif sözünün şişirdir. Dua eləmək. Yaltaqlıq. Tərif yaltaqlıq. Elədir, əlbəttə. Ona sən Yaşıma qarşı. yəni insan yəni xeyir istəyirsə, yəni zəng eləyib soruşur, bu nətər olub, necə olub? Necə olub soruşur, məsələ amma görsən ki, burada açıq-aydın bəlkə də başqa şeylər var, Allah bilir. Amma nə də olsa insan yəni bu boyda şeylər eləməməlidir. Qardaşları qırdırmamalı bir-birinə. Allah Teala deyir ki: "Va'tasimu bihablillahi cemi'an ve la teferraqu." Allahın dinindən, ipindən möhkəm yapışın və ayrılığa düşməyin, parçalanmayın. Və Şeyx Salih Şeyx gətirir ki, Allah Teala qovni qədəridir ki, dində möhkəm olmaq, Allahın kitabından dinə möhkəm yapışmaq bədənlərin də birləşməsinə gətirib çıxarır. Əgər dində möhkəmlik olmazsa bədənlər də ayrılır. Məsələn, bu cür söhbətlər artıq istər günahların yaranmasına səbəb olur və günahlar da yaranan nə olur? Parçalanma olur. Və bu da ki, sözsüz ki, daxildə və xaricdə olan düşmənlərin məqsədlərindəndir. Biz demək hamı elədir, amma sözsüz ki, burada və bunu istəyənlər var, bunu sevənlər var və məqsədə çatmaq istəyənlər var, amma yenə əmin olmalıyıq ki, necə İmam Əhməd Rahiməhullah deyir ki, İnnallaha lən yudayya dinəh. Allah Teala öz dinini zayi etməyəcəkdir. Allah Teala öz dinini qoruyacaqdır. İstəyənlər var. Bəzən din adı ilə, sələf adı ilə sələfiliyi parçalayırlar. Vallahu mutimmu nurihi. Yuridun liyutfi'u nurallahi bi afwahihim. Öz ağızları ilə Allah Teala buyurur ki, Allahın dinini söndürmək istəyirlər. Ağızlarla dinini söndürmək istəyirlər. Vallahu mutimmu nuri və lev keriyel kafirun. Kafirlər istəməsə də Allah Teala öz dinini tamamlayacaqdır. Ona görə yəni bu şəksizdir, şübhəsiz, bu şək yoxdur, din tamamlanacaqdır. Amma insan nəyə çalışmalıdır? O gələcəkdə qurulacaq, o bir qalanın heç olmasa bir kərpicini qoyanlardan olmağa çalışmalı. Söküb dağıdanlardan yox. Yəni bu məsələ açıq-aydın. Sən il boyu danışırsan, o belə, bu belə, hansı dəvət ola bilər? Gəl Qurana baxaq, peyğəmbərlərin mənhəcinə baxaq, sonra sahabələrin mənhəcinə və sələflərin mənhəcinə. Onlar nə vaxt yəni çayxanada oturub, nə başqa yerdə bundan danışıblar. Belə şeylər danışıblar. Ola bilməz. Yəni əlhəmdülillah yaxın alimlər, Şeyx Albani olsun, Şeyx İbn Hüseymin olsun, Şeyx İbn Baz olsun, hansı belə danışır? Və sonra yalandan da atılır ki, yəni yapışdırılır ki, onlar belədir. Ola bilməz. Gətirsinlər. Ona görə Şeyx İbn Hüseymin Rahiməhullah çox gözəl sözü var. Deyir ki, və buna görə deyir, görürsən deyir, avam, yəni avam biraz bizim də yaxşı çıxmır. Yəni ərəbində avam sıravi insana deyir. Sıravi bir insan, hansı ki elmi olmayan sıravi bir insan deyir ki, ixlasında, ibadətində, əməlində o dedikodu ilə, o rəddlərlə məşğul olan deyir, insanlardan daha xeyirli olsun. Daha xeyirli olsun. Deməli, görürsən insan, yəni o insan daha xeyirlidir bu boş-boş danışan insanlardan. Ona görə insan artıq dilini qorumalıdır, artıq danışıqdan, artıq hərəkətlərdən. Çünki onların hamısı insanın qəlbinə təsir edir və ondan sonra da haqqı haqq olaraq görə bilmir. Allah qorusun. Cüzi məsələ nədir? Deyir ki, hakimiyyət cüzi məsələdir. Elə bir sələfin etiqadında elə bir şey var. Yəni onu yenə məsələsi cüzi məsələ. Cüzi məsələ. Sahib elə deyir. Hə, sahib cüzi elə deyir. Bir sahibdən sonra. Sahib də araşdır, qardaş, araşdır. Bax, mən elə şey danışmamışam axı. Sən niyə sən etmədiyi şeyi, demədiyi şeyi adam yükləyirsə? Bu nədir? Həddədilikdir də. Yəni sən, yəni mümkün vallahi qardaşlar, mən deyirəm ki, yəni sünnə üzərində olmayan bir şey, əmin olun, gec-tezi var. O sökülməlidir. Yəni əgər bir yol ki, bir mənhəc ki, bir metod ki, sünnə üzərində deyil, o qalxa bilər, şişə də bilər, amma sonra dibindən söküləcəkdir. Dibindən söküləcək. Belə qaranlıq heç nə qalmadı həmdə. Qısa bir nəsihət eləyən, kifayət eləsin. Yəni bizim niyyətimiz islahdır. Biz bu yəni bütün qardaşlarımızın yanırıq. Ona görə də biz istərdik ki, bir nəsihət olsun. Bax, ona gəlsən neçə vaxtı bax danışılır da. Yəni yenə bu istəmirdik bu şeylər çıxsın, eləsin. İndi məsələn danışılası olsa, əlhəmdə biz də çəkindiririk artıq. Biz də çəkindirik çünki bu adam Quran və sünnədən uzaq olduğu üçün. Yenə Quran və sünnəyə qayıtsa qardaşımızdır. Amma niyə görə? Çünki biz insanlar bu dindir. Necə bir insanlar yönəldə bilərik ki, ancaq insanlar sən məşğul elə boş şeylərlə. Nə ayə var? Necə ki alimlər buyurur ki, "Əl-ilmu qalallahu, qala rasuluhu və qala sahabə." Elm Allah dedi, Rasulü dedi, sahabelər dedi. Yəni bundan başqası başqa sayıqlamadır.
Bundan başqa olan şeylər nədir? Sayıqlamadır, yəni elm sayılmır. Ona görə bir yerdəki ayə olmazsa, hədis olmazsa və həmçinin sahabələrin sözləri olmazsa, sələflərin əsərləri olmazsa, yəni o elm sayıla, yəni bilməz. Heç vaxt istəmədi, bu artıq məcbur oldu. Yəni bu şeylərin də danışılmasına və artıq yəni başqa şeylərə əgər yəni davam eləsə, bütün biz də bildiyimiz çox şeylər var. Demirəm bir çox şey, biz də çox şey bilirik. Öz istəyirəm, çox adamlar irad tuturlar ki, niyə görə bu vaxta kimi susublar, niyə görə bu etiraflar olmuyor? Bunun da səbəbini deyəriz. Yəni bu niyə görə? Çünki yəni bu yoldur, bu sələfin yoludur. Yəni biz ölməmişik ki. Biz deyirik ki, telefon da açıqdır. Kimin nə sualı var? Niyə başqa suallar? Bunu da soruşa bilərlər. Və bu cür şeylərin belə çıxmasını biz istəməmişik. Özü istədi, artıq da çıxdı. Yenə problem deyil, yenə danışılacaq, lazım gəlsə və lazım gəlsə hər bir şey qoyulacaq. Yəni özü istədi artıq bunları. Və ona görə yəni ümumi tövsiyə olaraq, yəni necə ki İbn Teymiyyə rahimehullah alimlərdən biri tövsiyə istəyir. Deyir ki, mənə tövsiyə elə, məktub yazır. Və İbn Teymiyyə rahimehullah deyir ki, Allah və Rasulunun yəni tövsiyəsindən hansı tövsiyə üstün ola bilər? Və Allah Teala Quranda təqvanı tövsiyə edir və həmçinin Peyğəmbər sallallahu əleyhi və səlləm də sahabelər içərisində ən halalı və haramı ən yaxşı bilən sahabəyə təqvanı tövsiyə edir. Quranda Allah Teala buyurur: "Və laqad vassaynallaziina utul kitaba min qablikum və iyyakum an ittaqullah." Və sizdən əvvəl kitab verilənlərə təqvalı olmağı tövsiyə etdik. Allah Teala'nın birincilərə və axırıncılara tövsiyəsidir. Və həmçinin Peyğəmbər sallallahu əleyhi və səlləm Muaz radiyallahu anh deyir ki: "İttaqillah haythuma kunt." Harada olursan ol, təqvalı ol. Və İbn Teymiyyə rahimehullah deyir ki, yəni Peyğəmbər sallallahu aleyhi və səlləmin Muaz radiyallahu anhuya bu tövsiyəni etməsi həqiqətən bu tövsiyə nə qədər mühüm bir tövsiyə olmasını bildirir. Niyə? Ona görə ki, Muaz radiyallahu anhu sahabələr içərisində halal və haramı ən yaxşı bilən sahabədir. Yəni sıradan bir sahabə deyildi. Hətta rivayətdə gəlir ki, Muaz radiyallahu anh qiyamət günü alimlərin önündə daş atılan məsafə qədər öndə həşr olunacaqdır. Deməli, həqiqətən bu çox dəhşətli bir tövsiyədir. Deməli, ümumi daha lor ilə başa düşülməsi üçün nədir mənası? Yəni, harada olursansa ol, salamat qalmaq istəyirsənsə uzaq ol. Dedikodudan uzaq ol. Fitnədən, fitnə yerindən uzaq ol. Yəni, uzaq olmadınsa, kim istəyirsən ol, düşəcəksən. Səni məşğul edəcək. Ona görə Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki: "La yaxluvanna raculun bi imratin illa kana thalithuhuma şeytan." Bir kişi qadınla tək qalarsa, onların üçüncüsü şeytan olar. Demək, nə vaxt ki insan fikir verir, görmür qadın, naməhrəm görmür, necə rahatlıqdır. Amma bir yerdə qaldıqdan sonra, bir otaqda tək qaldıqdan sonra insanın gözünü qorunması və qəlbini qorunması nə qədər çətinləşir. Və buna misal olaraq digər məsələlər. Nə qədər insan uzaq olur dedikodudan və bir o qədər salamat qalır. Və həmçinin bu məsələlər deyilə fitnə deyil. Dəfələrlə bəlkə eşitmişsiniz, fitnə deyildir. Amma fitnənin çoxlu mənaları var. Amma mənalarından biri də odur ki, İbn Qayyim rahimehullah gətirir ki, insanı vəhiydən döndərən hər bir şey fitnədir. Vəhiydən. Dəlil də olaraq İsra surəsi 73-cü ayə. Allah Teala buyurur: "Və in kadu leyeftinunaka anillazi awhayna ileyk." Onlar az qala sənə etdiyimiz vəhiydən döndərirdilər. Döndərilə mənası ərəbcə nə keçir? Fitnə keçir. Yeftinunak. Yeftun yasrifunak yasuddunak. Yəni səni döndərirlər. Deməli, insanı vəhiydən, vəhiy də nədir? Quran, sünnə. İnsanı Quran və sünnədən, Quranı öyrənməkdən, əzbərləməkdən, oxumaqdan, başa düşməkdən, əməl etməkdən, hədisi oxuyub, öyrənib, başa düşməkdən, əməl etməkdən yayındıran hər bir şey fitnədir. Fitnədirsə nə? İttəqillah. Uzaq ol. Allahdan qorun, məsələdə çəkin orada, o yerlərdən uzaq ol. İndi gəlin baxaq, bu şeylərin fitnədir, fitnə deyil. Yəni bu söhbətlərdən sonra insanlar var ki, mən Quranı bir dəfə açmamışam. Və bunun məsuliyyəti kimə qayıdır? Yəni bu fitnəni məqsəd yönlü salan insanlar bunu daşıyırlar. Amma yəni o bir insanlar da sorumsuz deyil. Onlar özləri də bilməlidirlər, araşdırmalıdırlar. Və yəni əlhəmdülillah Quran açıq aydındır. Bizim üzərimizə düşən nədir? Bizim üzərimizə düşən yəni Quran və sünnəni öyrənib əməl etməkdir. Yəni bunun məqsəd də əsas cənnəti qazanmaqdır. Elə məsələn qaldırıb hakimiyyət. Əlhəmdülillah bizim heç bir vəzifədə də o şeylərdə heç bir gözümüz də yoxdur. Bəlkə də özünün gözü varsa bilmirəm, hara çatmağa istəyir. Amma bizim istədiyimiz cənnətdir və cənnəti də hakimiyyət verə bilmir.
O da Allah Taala'nın əlindədir. Və bizim də, yəni biz həm özümüz istədiyimiz şey budur və insanları da buna çağırırıq. Cənnətə aparan yola. Və İbn Qayyim rahimehullah da buyurur ki, yenə tövsiyələrdən, Allah Taala qardaşına məktub yazarkən deyir ki, Allah Taala səni harada olsan mübarək etsin deyir. Sonra izah edir ki, mübarək nə deməkdir? Bərəkətli. O insan ki, insanlara xeyir öyrədir, insanlara Allahın əzəmətini xatırladır və insanları əmələ rəğbətləndirir, həvəsləndirir. Bir insanda bu olmazsa, o insanın bərəkəti silinər. Yəni, bir insanın danışığında Allahın əzəmətini xatırlatmaq, Allahı sevdirmək, xeyir öyrətmək, əmələ çağırmaq olmazsa, o insanın bərəkəti silinir. Və sonra onunla görüşməyin bərəkəti silinir. Və sonra onun ətrafındakilərin bərəkəti silinir. Sonra İbn Qayyim rahimehullah buyurur ki, ondan sonra onların məclisləri dedikodu içərisində keçir. Və onlar da əməlləri baxımından ziyana uğrayanlardan olurlar. Ona görə bizim tövsiyəmiz odur ki, bu şeylər uduzmayın. Yəni, əməlləri itirmək istəmirsinizsə, dedikoduya girişməyin və gündəlik Quran ayəsini öyrənin, hədis əzbərləyin və məclisə gələndə də insanlara onun öyrədin mənasını və öyrənməyə çalışın, fayda verməyə, fayda götürməyə və bu cür olsa bərəkətli olacaq. Amma başqa danışıqlar olarsa və bilin ki, o faydası olacaq. Yəni, ola bilər nəsə lazımi şəkildə, o da dedin, yolunu davam edirsən. Bu yol, İslam böyükdür, nə qədər əməllər var, öyrənəsi, xeyirlər var. Amma il boyu bundan danışılsın və üzərində də heç bir xeyir, bərəkət olmayan bir şey və insanlar da axirətə də aparan yolunun qarşısını alsın. Yəni, burada heç bir xeyir ola bilməz və sələfilik ola bilməz, doğru mənhəc ola bilməz. Sadəcə iddia elə bilərlər, iddianı yahudilər də eləyirlər. Çoxları çox şey iddia edə bilər. Amma əsas məsələ nədir? Əsas məsələ onu doğrultmaqdır. Necə ki, o vaxt bəzi insanlar Allahı sevdiklərini iddia edirdilər. Allah Teala onları yoxlamaq üçün Əl-İmran surəsi 31-ci ayə nazil etdi. Allah Teala nə buyurur? Qul in kuntum tuhibbunallaha fattabi'uni yuhibbukumullahu və yaghfir lakum zunubakum. Deyir ki, əgər siz Allahı sevirsinizsə, mənə tabe olun. Onda Allah sizi sevər və günahlarınızı bağışlayar. Siz iddia edirdiniz. İddia edirsinizsə, deməli, Allahı sevirsinizsə, Allaha sevginin gərəkdirdiyi şey nədir? Peyğəmbər s.ə.və tabi olmaq. Və həmçinin ondan da daha mühüm olan nədir? Allahın insanı sevməsi. Deməli, Allahın sevgisinə aparan yol Peyğəmbər s.ə.və tabiçilikdən keçir. Yəni, bundan başqa yolda, yerdə ola bilməz. Ona görə sələflər deyərdi ki, leysə şənu ən tuhib, və ləkinnə şənu ən tuhab. Yəni, əsas o deyil ki, sən sevəsən, əsas odur ki, seviləsən. Ona görə üzərimiz düşən Peyğəmbər s.ə.v sünnəsini öyrənib, ona tabi olmaqdır. Amin cümlənizdən. Allah kifayətlənir, Allah təşkifanlar etsin.